Quş qripi təhlükəsi. Qurum hərəkətə keçdi. Yeni qadağa var. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Wales'in Powys, Monmouthshire bölgələrində bultank xəstəliyi, İspaniya Krallığının Kataloniya Muxtar İcmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Turingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskova vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drenthe əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə reporta Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Belə ki, Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədi ilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.